وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah değerli kardeşlerim. Allah subhanahu teala nəsib elədi, görüşdük və görüşməmiz də xeyir üzərindədir. Allah Teala qardaşların malına, mülkünə bərəkət versin. Elhamdülillah Allah Teala'nın üzerimizde olan nimetleri çoxdur. Allah Teala buyurur ki: "Və in ta'uddu ni'metallahi la tuhsuha." Allah'ın nimetlerini saymağa qalxsa sayıb bitirə bilməzsiniz. O nimetlerden en böyüyü İslam nimetidir. Allah Teala bize İslam verib, bizi müsəlman eləyib, haqq dinə yönəldib və o nimetlerden həmçinin qardaşlıq Allah Teala bizə qardaş olmağı nəsib eləyib. Həmçinin Allah Teala bizi müvəffəq eləyir xeyirli mövsümlərə. Allah'tan istəyir ki, Allah Teala bizi Ramazan ayına yetişdirsin. Elhamdülillah hamımızın bildiği kimi Ramazana az qalıb. Artıq çox az günlər qalıb. İbn Baz rahimahullah buyurur ki: "La a'lem şey'en معينا لاستقبال رمضان سوى أن يستقبله أو يستقبله المسلم بالفرح والسرور والاغتباط وشكر الله أن بلغه أو بلغه رمضان." İbn Baz buyurur ki, rahimahullah, mən qul üçün Allah'ın onu Ramazana yetiştirdiğine göre böyük bir nimet bilmirəm. Hansı ki elə bir nimətdir ki, gərək qul Ramazan ayına yetişəndə, Ramazana çatanda onun fərəhlə, sevinclə qarşılasın. Allaha şükür eləməklə qarşılasın Ramazanı. Elhamdülillah Ramazana çox az qalıb, günlər qalıb. Allah'tan istəyir ki, Allah Teala bizi o ayın xeyirlərindən məhrum eləməsin. Gecəsinin, qiyamul leylindən, gündüzünün orucundan Allah Teala bizi məhrum eləməsin. Şeyh buyurur ki, rahimahullah, qul Allah'a şükür eləməlidir ki, Allah Teala onu Ramazana çatdırsın və Ramazana çatdırdığına görə. Və sonra dəyərli qardaşlar, Ramazan barədə sözlər çoxdur. İlk öncə odur ki, Allah Teala buyurur ki: "Ya eyyuhellezine amenu, ey iman gətirənlər, kutibe aleykumus-siyam kema kutibe alellezine min qablikum leallekum tettaqun." Ey iman gətirənlər, sizdən əvvəlkilərə fərz edildiyi, vacib edildiyi kimi oruç tutmaq sizə də vacib edildi, fərz edildi. Ne üçün? Bəlkə Allah'tan qorxasınız deyir. Ramazan ayı dəyərli qardaşlarım, hər bir halda xeyirdir. O kəslər üçün ki, onun qədrini bilirlər. Birincisi, orada orucdur. Gündüzlər oruc, gecələr namaz. Və orucun da faydası necə Allah Teala qeyd edir, elə Allah qorxusunu artırmaqdır. Allah'ın qorxusunu artırmaq. Allah qorxusunu artırmağın da insana xeyri çoxdur. Çox xeyri var. Kim Allah'tan qorxursa, adam islah olur. Gizlində, aşkarda islah olur. Allah'tan qorxan adam Allah Teala nəzarətini özlərində hiss eləyir. Başa düşür ki, Allah Teala'nın bütün hallarını görür. Allah Teala'nın bütün əhvallarından xəbərdardır. Allah Teala ayədə buyurur ki: "Ya eyyuhellezine amenuttaqullah." Ey iman gətirənlər, Allah'tan qorxun. وَلْتَنْظُرْ نَفْسٌ مَا قَدَّمَتْ لِغَدٍ وَاتَّقُوا. Qoy sizdən hər biriniz sabahı üçün nə edəcəyinə baxsın. Sonra yenə deyir ki, Allah'tan qorxun. İnna Allaha xabirun bima ta'malun. Həqiqətən də Allah sizin əməllərinizdən xəbərdardır. Subhanallah, fikir verin, əvvəlində Allah qorxusunu xatırladır. Allah'tan qorxun. Və sabahınız üçün elm əhlidir ki, sabah, yəni insanın bu gündən sonra gələcək hər bir günü, çünki bilmir yaşayacaq yoxsa yox. Xüsusən də qiyamət günü, Allah Teala'nın huzurunda duracağı gün. Və sonra yenə deyir ki, Allah'tan qorxun, çünki Allah sizin əməllərinizdən xəbərdardır. Vallahi təsəvvür edir ki, Allah Teala insan hərəkət eləyəndə onu görür. İnsan danışanda Allah eşidir. İnsan susanda da Allah bilir. Hər bir halı Allah Teala biləndir. Ona görə sələflər deyərdi ki,
tabeinlərdən Rabi ibn Xaysəm deyir ki, danışanda xəbərin olsun ki, Allah səni eşidir. Dinləyəndə xəbərin olsun ki, Allah Taala sənin qulağından xəbərdardır. Qəlbində bir niyyət eləyəndə bir iş üçün bilginə ki, Allah Taala niyyətini bilir. Nə haqqında düşünürsən, Allah Taala onu bilir. Va'lamu, Allah Taala buyurur ki, bilin ki, ennallaha yahunu beynel mar'i və qavlihi və qalbihi. Həqiqətən də Allah Taala qul ilə qəlbi arasındadır. Yəni elm əhli deyir ki, təfsirində bu ayənin, yəni Allah Taala qulun qəlbinin içini biləndir. Onun niyyətini Allah Taala mane olur, dəyişdirir onun niyyətini. O bədəvi ərəblərdən birinə sual verirlər ki, sən Allahı necə tanımısan? Necə bilmirsən ki, Rəbbim var? Deyir ki, mən hansısa bir işi eləməyə qəti niyyət eləyəndə, əzm eləyəndə, sonra görürdüm ki, onu eləməkdən mənə nəsə vaz keçdirir. Bilirdim ki, o Allahdır Subhanahu wa Ta'ala o şeyi eləməyə mənə mane olur. Həqiqətən də belədir, vallahi. Görürsən ki, bəzən nəyisə eləməyə qəti niyyətlənirsən, gedirsən, lakin görürsən ki, eləyə bilmirsən. Allah Taala bilir, ona görə Allah Taala deyir ki, Vallahu ya'lemu və entum la ta'lemun. Allah bilir, siz bilmirsiniz. Deməli, burada dəyərli qardaşlarım, Allah deyir ki, sizdən hər biriniz səhəri üçün nə etdiyinə baxsın. Yəni, Allahın huzurunda duracağı gün üçün hazırlaşsın. Şeyx Səd rahimehullah bu ayənin təfsirində gözəl faydalar qeyd edir. İnşallah Allah istəyirəm oxuyaq, həmimiz faydalanaq. Birinci qardaşlarım, bilmək lazımdır ki, sabahı üçün nə edəcəyinə baxsın ayəsi, ayənin bu hissəsi Ramazan kifayət eləyir ki, insan orada sabahı üçün əməllər hazırlasın. Oruç tutsun, Allah qorxusunu artırsın, Allahın yaxınlaşan rəhmətindən istifadə eləsin. Necə yaxınlaşır Allahın rəhməti Ramazanda? Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Cəhənnəmin qapıları bağlanır. Bu bir rəhmətidir Allah Taala'nın. Cənnətin qapılarını açır. Bu da rəhmətidir Allah Taala'nın. Adəm evladına qiyamətə qədər düşmən kəsilən şeytanı və onun ordusunu Allah Taala nə edir? Zəncirləyir. Bu Allahın rəhmətidir ki, insan istifadə eləsin o aydan. İstifadə eləyir həmin aydan sabahı üçün necə Quran-ı Kərimi oxumaqla. Quran-ı Kərimi oxumaqla, Allaha yaxınlaşmaqla istifadə eləyir sabahı üçün. İstifadə eləyir oruclu halda Allahı çoxlu zikr eləməklə. Peyğəmbər sallallahu aleyhi ve sellemin hədisində gəlir, hansı ki bu hədisə bəzi elm əhli həsən deyiblər, qəbul olunan hədis deyiblər. Sual verirlər Muhammed sallallahu aleyhi ve sellemə ibadətlər haqqında. Suallardan biri bu olur ki, oruç tutanların hansı daha xeyirlidir ya Rasulallah? Muhammed sallallahu aleyhi ve sellem deyir ki, o oruç tutanlar, ən xeyirli oruç tutanlardır ki, oruclu halda Allah'a daha çox zikr eləyirlər. İbn-i Qayyim rahimehullah buradan fayda çıxardır, deyir ki, o ibadətlər ki, orada Allah daha çox zikr olunur, onlar ən əfsəl ibadətlərdir. Məsələn, iki oruç tutan adam var, biri oruclu halda daima Allah Taala'nı zikr eləyir, biri də zikr eləmir. Deyir ki, o zikr eləyən o birisindən daha əfsəldir. Çünki Allah Taala'nı çox zikr eləyir. Həmçinin namaz, gecə namazı qılır iki nəfər, biri daha çox oxuyur, uzadır, səcdədə uzun dualar eləyir, Allaha yaxınlaşır, rukuda, təşəhhüdünü uzadır, istiftah duasını uzadır. Çünki daha çox zikr elədiyinə görə o birisi az eləyəndən daha xeyirlidir və daha əfsəldir. Həmçinin Ramazan sabah üçün hazırlaşmağın ən böyük faydalarından biridir ki, insan orada sədəqəni çoxaldır. Görsən, qəlb də açılır, əl də açılır vallahi. Ramazanda fikir verirsiniz, insan qəlbi də açıq olur, əli də açıq olur. İbn-i Qayyim rahimehullah səxavət barədə, əl açıqlıq barədə gözəl bir söz deyir. Deyir ki, səxavətli insan Allaha yaxındır. Vallahi fikir verin. Səxavətli insan Allaha yaxındır. Allahın cənnətinə də yaxındır. Ailəsinə də yaxındır. Allahın məxluqatına da yaxındır. Cəhənnəmindən uzaqdır. Paxıl insan, əli bağlı insan Allahdan uzaqdır. Cəhənnəmə yaxındır. Ailəsindən də uzaqdır. Məxluqatdan da uzaqdır. Sonra deyir ki, subhanallah, səxavətli insanı qarşısında olan qatı düşməni də sevir.
paxıl insanı evin içindəki oğlu da nifrət eləyir. Şöyle, hətta vallahi fikir versəz, o insanlar ki, İbn-i Qayyim deyir ki, rahiməhullah, məxluqata da yaxındır, tək insanlar orada qəsd olunmur. Məsələn, görürsən, Allahın balaca heyvanları, məsələn, it, pişik və ya başqa hansısa heyvan, İnsan onlara yaxşılıq elədikcə, onlara yemək verib, içmək verdikcə, onlara qayğı göstərdikcə, o da vallahi gəlib insanın qədrini bilir. Daha çox insan ətrafında fırlanır. İt. Keçən bir baxıram, deməli, bir dənə qatar gəlir və o gələndə hər reysində vağzalda onu gözləyən it üçün yemək gətirir. Və vallahi it orada durub, görür ki, reis gəlir. Və dəhşətli sevinir və qatar harada dayanacaq, qaçır, quyruq buluya gelir, orada dayanır. Və insan gətirir, həmin yəsi gətirir, ona deməli, sürücü yemək verir itə və it də onun ətrafına fırlanır, quyruq buluyur. Belədir, vallahi, görürsən, adi balaca məxluqda ağlı da yoxdur. Amma sən ona yaxşılıq elədiyimə görə, o sənə gəlir, ətrafında fırlanır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim bir yoldan əziyyət verən bir şey götürsə, hansısa bir tikanı, onun savabı nədir? Allah Teala ona təşəkkür edir. Orada bir dənə tikanı götürürsən yoldan, atırsan qırağa ki, insanlar rahat keçsinlər. Deyir ki, Allah Teala təşəkkür edir və onun günahlarını bağışlayır. İtə, pişiyə yemək verməyin savabı nədir? Allahın cənnətini, rəhmətini qazanmaq. O Bəni İsraildən görsən, o bəği qadın, öz kefinə yaşayan qadın. Görsən, Allahın balaca məxluquna, pişiyə, itə yemək verməklə Allah Teala'dan cənnəti alır. Ramazan həmsinin səhər üçün hazırlaşmaq, yəni qiyamət üçün hazırlaşmağın böyük səbəblərindən biridir, qardaşlar. Xeyir əməllərdə yarışmaqla. Xeyir əməllərdə yarışmaqla. Əlhamdülillah, kasıblara iftar verməklə, onları yada salmaqla. Görürsən, elm əhli deyir ki, orucun hikmətlərindən, faydalarından biri nədir? Oruc tutan adam ağrılar olur içində. Aclığın ağrısı, susuzluğun ağrısı. Görürsən, bəzən deyirik ki, məsələn, dözə bilmirəm və sonra bugün mənim üçün nəsə ağır oldu. Oruc tutmayanda o sənsə elə ağır günlər olmaq üçün yiyir, içir, o cəhətdən şəhvətini ödəyir. Alimlər deyirlər ki, aclığı hiss eləyəndə yadına düşür kasıblar və onlara yardım eləyir. Allah Teala buyurur ki, وَتَعَوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى Allahdan qorxmaqda və yaxşı işlərdə, xeyir işlərdə bir-birinizə yardım eləyin. Peyğəmbər sallallahu aleyhi ve sellem həmişə əl-açıq idi, amma Ramazanda xüsusilə əl-açıqlığı var idi. Əsən küləkdən də deyir Peyğəmbər sallallahu aleyhi ve sellem əl-açıq olurdu, rəhmətli olurdu, insanlara şəfqətli davranırdı. Bunlar hamısı Ramazanın xeyirlərindəndir. Sayılmayacaq qədər xeyirləri var. Sayılmayacaq qədər. Ramazan məsələn insana verdiyi xeyirlərdən də biri cəmaata bağlayır. Təəssüf olsun ki, vallahi elə insanlar var ki, inşallah onlar üçün xeyir olar. Bu söz Ramazan müsəlmanı, meçid səni həmişə gözləyir. Allah Teala buyurur ki, Quran-ı Kərimdə İnnəmə yə'mur məsəcidallahi mən əmənə billahi vəl yevmil əxir. Əl-əyə. Allahın məscidlərini abadlaşdıran o kəslər ki, onlar Allaha və axirət günə iman gətiriblər. Elməlidir ki, burada iki dənə məqsəd var. Yəni, iki şey qəsd olunur abadlaşdırmaq. Birincisi o məscidləri tikmək, çölün, için abadlaşdırmaq, hissi olaraq tikmək, sonra onu zikirlə, ibadətlə abadlaşdırmaq, cəmaat namazı qılmaq, cümə namazı qılmaq, elm məclislərində iştirak eləmək, Quran öyrənib, öyrətməklə abadlaşdırmaq. Görürsən, insan Ramazanda gəlir, Ramazandan sonra gelir. Ramazanın xüsusiyyətlərindən odur ki, səni cəmaata bağlayır, islah edir. Həmçinin alimlər deyirlər ki, Ramazanın qəbul olunmasını adam necə bilə bilər ki, görürsən, Allah mənə Ramazanımı qəbul edib. Həmçinin həci, ümrəni. Hardan bilə bilərsən ki, Allah qəbul edib, yoxsa yox? Alimlər deyirlər ki, Ramazanda etdiyin ibadətləri Ramazandan sonra edirsənsə, bu o deməkdir ki, Allah Teala sənin Ramazanını qəbul edib, sən oradan islah olmuş halda çıxardıb. Təsəvvür, o adamlar ki, gəlir Ramazanda, təravihdə iştirak edir,
Sübh namazlarında iştirak edib bu şeyləri gördüyümüzə görə deyirik. Ramazandan sonra gedir. Gör heç bu elm əhlinin sözü sən oturur, yoxsa yox. Vallahi ayıbdır bir müsəlmansın. Elhamdülillah meçid müsəlmanın məskənidir. Meçid müsəlmanın Allahın izni ilə Allah onu verdiyi bir evdir. Meçid kimi sən heç yerdə rahatlaşa bilmirsən. Allah Teala deyir ki: "Huvellezî enzele's-sekînete fî qulûbil mu'minin." O Allah ki möminlərin qəlbinə sükunət nazil eləyir. Ne üçün qardaşlar? Liyezdadu imanan ma'a imanihim. İmanlarının üzərinə iman gətirsin deyə. Meçidə gələndə imanın artır. Meçidə gəlirsə elhamdülillah qardaşları görürsən, zikir məclisləri olur, halqalar olur. Heç nə də olmasa qardaşları görməklə elhamdülillah imanın artır. O qədər adamlar var ki vallahi 20 ildir bildiyi ayələr ki var, onları gəlir meçiddə eşidəndə kimlənsə sanki elə bir ki birinci dəfə də eşidir və onu islah edir. Elhamdülillah bunlar hamısı İslamın bizə verdiyi xeyirlərdəndir. Şeyx Səid rahimehullah burada təfsirdə buyurur ki: "Və hadihi'l ayə kərimə", bu ayə, bu hörmətli ayə hansı ki biz onu dedik Həşr surəsi 18-ci ayə, yəni Allahdan qorxun, səhəriniz üçün nələr etdiyinizə baxın. Aslun fi muhasabətil abdi nəfsəhu. Qulun öz nəfsini hesaba çəkməkdə əsas ayələrdəndir. Fikir verin, görün nə deyir. Bu şeyləri qardaşlar biz eləyə bilərik ən gözəl şəkildə Ramazanda. Allah Taala bizi Ramazan ayına yetişdirsin. Və ennehu yenbaghi lehu en yetefaqadaha. İnsana yaraşan odur ki öz nəfsini çək-çevir eləsin, yoxlasın onu. Yoxlasın. Fə in ra'a zalalan, öz nəfsində bir naqislik görsə, hamı özünü yaxşı tanır qardaşlar. Gizlində də, aşkarda da Allahdan sonra. Hamı bilir ki onun nəyində naqisliyi var? Gözündə, qulağında, dilində, əlində, ayağında, oturduğu məclislərdə, yoldaşlıq elədiyi insanlarda, ailəsində olan müamiləsində, atası ilə anasının müamiləsində, qonşuları ilə müamiləsində. Harda zələl varsa deyir, tudarikehu bil iqla anhu. Onu tərk eləməklə özünü islah eləsin. O əməli tərk eləməklə özünü islah eləsin. Və təvbətun nasuh. Allaha onu tərk eləyəndən sonra səmimi tövbə eləməklə nəfsini islah eləsin. Bunlar hamısı Ramazandadır qardaşlar. Yəni Ramazanda daha asandır. Niyə görə daha asandır qardaşlar? Niyə görə daha asandır? Çünki düşməni Allah Subhanahu taala müəyyən qədər bağlayır. Onun hiləsini zəiflədir. Normalda da müsəlmana çox bata bilmir. O müsəlmana ki ixlaslıdır. Allah Teala Yusuf əleyhissalama o qadınların hiləsindən qutaranda nə deyir? İnnehu min ibadinel muxlisin. O bizim ixlaslı qullarımızdan idi. Elm əhli gətirir ki, kim ixlaslıdırsa, vallahi Allah Teala imtahan eləsə də onu, hətta qadınla imtahan eləsə, ixlaslı adamdırsa, Allah onu o qadının fitnəsindən xilas eləyəcək. Qissələrdən birində danışmışıq. Deməli, Abu Bakr Əl-Miski adında cavan oğlan var idi, Quran əhli idi. Adam Quran öyrənib, Quran öyrədirdi. Yəni, Quran əhli idi, işi bu idi. Və qumaş satırdı, gedirdi bazara, hər gün qumaşı satıb, gəlirdi meçdə, qazandığı ilə özünü idarə eləyib, sədəqə verirdi və Quranı insanlara öyrədirdi. Gedəndə bir gün o pozğun qadınlardan biri onu görür, ona göz salır, cavan oğlan idi, görkəmli adam idi. İstəyir ki, onu yoldan çıxarsın, deyir ki, onu yoldan çıxardacam. Gəlir, yolunu kəsir, deyir ki, mən səndən qumaş almaq istəyirəm, amma üstündə yoxdur pul, evdə verəcəm. O da safdır, bilmir ki, bu nə gözləyir, gedir onunla evə. Evə girən kimi qapını qadın bağlayır. Deyir ki, sən mənlə yəni, münasibətli olacaqsan. Əks halda səs göz alacam. Hamı biləcək ki, sən mənə təcavüz eləmək istəyirdin. O da deyir ki, yaxşı baxır ki, belə necə eləyim? Deyir ki, bir şərtlə, icazə ver, ehtiyacımı ödəyim, gəlim. Gedir, ehtiyacını ödəyir və öz üzr istəyir, nəcisindən sürtür üstünə. Və gəlir qadına deyir ki, gəl, istəyirsən gəl. O da əsəbləşir, söyür, təhqir edir, qoyulur onu. Və evdən gedəndə balaca uşaqlar gülürlər ki, Abu Bakrdan iyi gəlir. Həmin vaxtda Abu Bakr Əl-Miski deyildi onun adı. Yəni ətirli Abu Bakr deyildi. Ondan sonra olub ətirli Abu Bakr. Uşaqlar da gülürlər ki, Abu Bakrdan iyi gəlir, iyi gəlir. Deyir ki, gəlir evdə yatır, yunur, yatır. Həmin günü yuxuda görür ki, ona bir dənə səs gəlir ki, sən mənim qorxumdan, mənə görə o haramı tərk elədiyinə görə önənə qədər səndən ətir iyi gələcək, misk iyi gələcək. Və gəlir bazara, hələ özü bilmir ki, ondan o iyi gəlir. Bazardakı onun iş yoldaşları deyirlər ki, Abu Bakr səndən nəsə yaxşı iyi gəlir, misk iyi gəlir.
O da sevinir və həmin anda başa düşür ki, Allah Subhanahu taala o gizlində asan idi da qardaşlar. Qadın idi tək, heç kim onları görmürdü. Bir dənə Allah görürdü. Vallahi alimlər deyirlər ki, insanların içində özü Allahdan qorxan kimi aparmaq asandır. O gizlində qalanda innallaha kana aleykum raqibə. Allah sizə nəzarət edir. Ondadır deyir çətin. Səcdəyə qapanır ki, yuxum haqdır. Və elə də yaşayır, ölənə qədər o ondan gəlir. Hətta onu yuyanlar deyirlər ki, vallahi cəsədindən həmin miskin iyi gəlirdi. Ölənə qədər. Və insan Allahdan qorxsa, Allah Subhanahu taala onu qoymayacaq. Peyğəmbər sallallahu əleyhi və səlləm sahabəyə öyrədir, İbn Abbasa deyir ki, Allahı qoru, Allah da səni qoru. Heç elə ola bilər. Bir adam ixlaslıdır, tövhid əhlidir, sünnə əhlidir, Allahdan qorxandır, gizlində aşkarda. Allah ona şeytana yemeləyər, eləməz. Allah Teala deyir ki, innehu leysa lehu sultanun alellezine amenu ve ala rabbihim yetevekkelun. Şeytanın Allah'a iman gətirən və yalnız Allah'a təvəkkül edənlərin üzərində heç bir hökmdarlığı yoxdur. Vəsvəsə verə bilir, amma aldada bilmir. Bilirsən niyə? Çünki ixlaslıdırlar. And içib Allah Teala'ya ki, fəbi izzətik, sənin izzəti və and olsun. Ləuğviyennəhum əcməin, hamısını azdıracam. İllə ibadəkə minhumul muxlasın. Onların içində ixlaslılar var, səndən qorxanlar var, tövhid əhlidirlər. Təvəkkülləri sənədir, sənə ümid eləyirlər. Çətinə düşəndə harama getmirlər. Onları aldada bilmirəm, ona görə ki, səndən qorxul, onları bata bilməyəcəm deyir. Fikir versən, ixlaslılar. Vallahi insan Allahla ixlaslı olsa, heç vaxt Allah Teala onu başına qoymur. O adamlar ki, deyir, məsələn, mən namaz qıldım, ibadət elədim, nəsə gördüm ki, Allah mənə yardım eləmir. Sən ibadəti, namazı, orucu ona görə edin ki, Allahdan sənə yardım gəlsin, dünyanı əldə eləmək üçün. Mən kənə yuri, Allah Teala buyurur ki, mən kənə yuridul həyətə dünya və zeynətəhə. Kim dünyanı, onun bərbəzəyini istəyərsə, nuvaffi iləyhim ə'mələhum fiyhə və hum fiyhə lə yuxasun. Ulaikəl-ləzīnə leysə ləhum fil-əxirəti innar. Kim dünyanı və onun bərbəzəyini istəyərsə, istədiyini orada verəcək, dünyada onlar korluq çəkməyəcəklər. Ahirətdə onlar üçün cəhənnəm odundan başqa heç bir şey yoxdur. Sən elə bilsən ibadəti, sən ruzun çox asın eləyirsən, məqsədin düzgün olmayıb. Ki, sən ibadəti Allahın haqqıdır, Allahın səndən tələbidir. İşində işi yaxşı görürsən, çünki müdür səni tapşırır ki, sən onu yaxşı eləməlisən. Bəs Allah daha layiqdir. Sonra burada şeyx buyurur ki, rahiməhullah, وَالْإِعْرَاض عَنِ الْأَسْبَابِ الْمُوصِلَةِ إِلَيْهِ. Buyurur ki, insan o günahı tərk eləyəndən sonra o səbəblər ki var, onu o günaha aparacağa, onların hamısından üz döndərməlidir. Sonra buyurur ki, وَاِنْ رَأَ نَفْسَهُ مُقَصِّرًا فِي أَمْرٍ مِنْ أَوَامِرِ اللّٰهِ. Gözəl söz deyir. İnsan öz nəfsində Allahın əmirlərindən hansısa birində naqisliyi görsə ki, məsələn, namazında naqisliyi var, orucunda naqisliyi var, Allahın əmirlərində naqisliyi var. Bəzələ cühdəhu və istəənə bi rabbihi fi təkmilihi və tətmimihi. Var gücünə çalışsın və onu tamamlayıb kamilləşdirməkdə Allah Teala'dan kömək istəsin. Allah Teala kömək eləməsə, qardaşlarım, vallahi biz heç bir şey eləyə bilmərik. Çünki Muhammed sallallahu aleyhi ve sellem Muaz radiyallahu anh nə öyrədir? Hər namazımızın sonunda deyirik. Allahümmə, bu üç dənə şeyin üzərində biz yaşayırıq. Allahın izni ilə. Allahümmə a'inni ala zikrik və şükrik və husna ibadətik. Ey Rəbbim, səni zikr etmək üçün, sənə şükr etmək üçün və gözəl şəkildə sənə ibadət eləmək üçün mənə yardım elə. Əgər Allah yardım eləməsə, qardaşlar, bu yoxdur. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Ləulallahu məhtədəynə. Əgər Allah bizi hidayət verməsəydi, biz hidayət olmazdıq. Sonra nə deyir? Lə sumnə və lə salleynə. Nə namaz qılardıq, nə də oruç tutardıq. Şey versən, bab, indi bizim orucumuzdan, namazımızdan əvvəl hardaydıq? Vallahi, böyük əksəriyyətimiz cahilliyin, küfürün, bütün, yəni yaramaz xislətlərin içində var idik. Ona görə Allah deyir ki, unudur ağa bəzən. Rəbbimiz gör nədir? Vadkuru, yadınıza salın. İz kuntum ə'dən fəəlləfə beynə qulubikum. Yadınıza salın, nə deyir? Unutmayın. Bir vaxt var idi, düşməni idiz bir-birimiz. O qəlblərimizi birləşdirdi. Sonra deyir ki, onun neyməti sayəsində qardaş oldunuz. Və sonra sizi oddan olan uçurumun kənarındandır xilas eləyib. Hamısı Allahdandır. Əgər Allah Teala insanı nəsib eləməsə, insan bir kəlmə belə deyə bilməz. Bax, görürsən, elə insanlar var ki, dindən danışanda adam hiss eləyirsən ki, vallahi üzü gözü dəyişir.
Narahatçılıq onu bürüyür. İstəmir Allah Taala'dan danışasan. O gün fikir verin, Allah Taala bizə nə ki ondan danışmaq. Onun üçün həyat yaşamağı bizə nəsib eləyib. Namazı elhamdülillah səhər tezdən durub qılanda tənbəlliklə yox, ləzzət eləyirsən. Elhamdülillah namazı qıldım, yata bilərəm indi, gəlirəm işə, rahatam. Və məsələn orucu tutursan, orucu sevinclə, fikir verir, şövqlə hamımız. Allahdan istəyir ki, ya Rab, bizi Ramazana yetişdir. Danışırsan ki, qardaş, qabaqdan Ramazan gəlir, tövbə elə, son qoy, Allahdan qoy. Bəsdir. Deyir, bir ay tuta bilmərəm, əxi deyir, məndə alınmaz. Vallahi sağlamdır, səndən də məndən də. Deyir ki, ağrıyır mədəm. Fikir ver, alınmır. Gərək Allah nəsib eləsin. Gərək Allah müvəffəq eləsin, asanlaşdırsın. وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Elhamdülillah, gözəl ayədir. Hamısı Allahdandır. Sonra buyurur ki, görün burada gözəl bir dənə sözdür, buyurur ki, وَيُقَاسْ بَيْنَ مِنَنِ اللّٰهِ عَلَيْهِ وَإِحْسَانِهِ وَبَيْنَ تَقْصِرِهِ Qul öz nəfsini kamilləşdirmək üçün Allahın ona olan nemətlərinə və onun Allaha olan asiliklərinə baxsın. Allah alimlərə rəhm eləsin. Niyə? Gör nə deyir? فَإِنَّ ذَلِكَ Çünki bu يُوجِبْ لَهُ الْحَيَا بِلَا مَحَالَ Bu ona Allahdan həya eləməyə qazandıracaq ki, necə olur? Gecə, gündüz, səhər, axşam, hər bir halımda mənəndir. وَلَا تَكُونُ كَالَّذِينَ نَسُوا اللّٰهَ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ Deyir ki, o adamlar kimi olmayın ki, onlar Allah'ı unudurlar. Allah da onların özlərini unudur özlərinə. Adam özü unudu, yadından çıxıb ki, o ne üçün gəlib? Niyə gəlib bura? Burada neynəməlidir? Hardan gəlib? Sonra hara gedəcək? Onun bu dünyada missiyası, yadından çıxıb hər şey. Yadında nədir? Ancaq bu dünyadan şəhvətlərinə xidmət eləmək üçün istifadə edir. Şeyx deyir ki, rahimallah, bax, Allahın sənə olan ihsanına, yaxşılığına, nemətlərinə və sənin ona bu nemətlərin qarşılığında elədiyin asiliklərə bax. Səndən həya elətdirməyə qazandıracaq. Allahdan həya eləyəcəksən ki, düzgün deyil Allahla belə eləmək. Axı o mənə yaxşılıq eləyib. İnnəhu huvəl barrur rahim. Həqiqətən də o rəhimlidir və yaxşılıq eləyəndir. Bunu kim deyəcək? Cənnətdə oturanlar. O vaxt ki, Allah Teala deyir ki, onlar bir-birlərindən soruşacaqlar dünyadakı hallarından. Deyəcəklər ki, qalu inna kunna fi əhlina, qalu inna kunna min qabl fi əhlina müşfiqin. Deyəcəklər ki, biz ki bundan əvvəl dünyada ailəmizin içində Allahdan qorxurduq. Allahdan qorxurduq. Çəkinirdik Allah Teala'dan, əmirləri yerinə yetirib qadağalarından çəkinirdik. O da bizə verdiyi vədi yerinə yetirdi. Çünki o rəhimlidir və yaxşılıq eləyəndir. Vallahi burada gör nə qədər yaxşılıq qardaş. Əmin-amanlıqda yaşayırıq. Müsəlmanıq. Əlhəmdülillah ruzumuzu asanlaşdırıb, qadınlarla evləndirib, oğul uşaq verməklə imdadımıza çatır. Ardı kəsilmədən yeni nemətlər verir Allah Teala. Şeyxlərdən biri deyir ki, bununla sonlandırım. Şeyxlərdən biri deyir ki, bəzi adamlar deyir, səhərlər evlərindən çıxıb bir-birinlə qarşılaşanda deyirlər ki, salam aleykum, nə var, nə yox, necəsən? Deyir, heç nə, təzə heç nə yoxdur. Deyir ki, böyük xətadır bu söz, vallahi. Necə deyir, təzə heç nə yoxdur? Səhər duranda əminamanlığı görmürsən, hər gün əminamanlığın təzələnir. Səhər duranda ürəyin döyünür, hər gün sağlamlığın təzələnir. Səhər duranda ruzun var, hər gün Allah Teala ruzunu təzələyir. Səhər duranda görürsən ki, ailə uşağın yanındadır, miniyin var, hər şeyin var. Hamısı sənin üçün gündəlik Allah Teala tərəfindən təzələnir. Elə adamlar var ki, yuxudan oyanır, heç birini görmür. Onu gedir demək xətadır ki, təzə etsin yoxdur. Əlhəmdülillah, hər gün Allah Subhanahu taala insana olan nemətlərini təzələyir. Allah hamımızı bağışlasın. Allah bizi Ramazana yetişdirsin. Allah Teala bizi Ramazanın bütün xeyirlərindən istifadə eləməyi nəsib etsin. Əlhəmdülillah, qısa, mən uzun oldu, qısa oldu. Allah hamımızı bağışlasın. Bütün xeyirlər Allahdandır. Xətaların hamısı bizim nəfsimizdən və şeytandandır. Vəlhamdülillahi Rabbil ələmin.